Abbas xəlifələrindən olan Harunun sarayında bir nəfər var idi, xidmətçilərindən idi. Ramazan ayının günlərinin birində bunun dostlarından biri, köhnə dostlarından biri gəlir bunun görüşünə. Görür ki, bu Ramazan ayının ehtiramını qorumur. Yemək yeyir, içir və s. Deyir ki, sən niyə Ramazan ayının ehtiramını qorumursan? Deyir, mənki keçib daha bu şeylərdən. Deyir, niyə sən bu sözü deyirsən? Deyir, soruşma, istəmirəm deyir. Dostu çox israr edir. Çox israr edir ki, bunun səbəbini soruşsun. Çox isrardan sonra bu şəxs başlayır hadisəni danışmağa. Deyir, bir günləri Harun məni öz yanına çağırtdırdı. Məndən soruşdu ki, sənin mənə məhəbbətin nə qədərdir? Dedi, hazıram sənin yolunda canımı verəm, malımı verəm. Deyir, Harun mənə dedi ki, get. Deyir, yola düşmüşdüm, hələ evə çatmamışdım ki, xidmətçini göndərdi ardınca ki, qayıtsın, gəlsin. Qayıdıb gələndən sonra yenidən məndən soruşdu ki, sənin mənə məhəbbətin nə qədərdir? Deyir, dedim ki, hazıram sənin yolunda canımı verim, malımı verim, hər nəyim varsa sənin yolunda keçməyə hazıram. Deyir, get. Gedəndən sonra üçüncü dəfə məni çağırtdırdı. Onda başa düşdüm ki, mən nəyisə düz demirəm. Yəni, qane edici söz deməmişəm. Harun mənə üçüncü dəfə bu sualı verəndə cavab verdim ki, mən hazıram sənin yolunda canımı verim, malımı verim, əzizlərimi verim, dinimi, əqidəmi də sənin yolunda verməyə hazıram. Deyir, bu sözləri işlədəndən sonra Harun deyir ki, indi qane oldum. Bir dənə göstəriş verir. Deyir, get bu xidmətçi ilə o sənə nə desə eləyərsən. Burada nöqtələrdən biri də budur ki, adam əgər zalim hakimin müqabilində dinini və əqidəsini də təhvil verərsə, o zaman o insan hər nə gəldi eləyəcək. Harun deyir ki, qoşul bu xidmətçiyə, hər nə desə eləyərsən. Deyir, yaxşı, başlayır. Bu xidmətçi bu şəxsi aparır zindana. Zindana aparandan sonra deyir, bu zindanda gördüklərin ki var, bunların boynunu vur. Bir təqribən 60-70 nəfər var idi ki, mən onların boynunu vurdum. Növbəti otağa çatmışdım ki, orada bir seyid əyləşmişdi. Bilmirdim seyiddir. Onun da boynunu vurmaq istəyirdim. Mənə dedi ki, heç bilirsən neynirsən? Soruşdum ki, mən məgər neynirəm? Mənə əmr verilib, bu cinayətkarların boynunu vuram. Ona görə sizin və digərlərin boynunu vuram. Deyir, bu öldürdüklərin ki var idi, onlar və mən, biz hamımız Peyğəmbər övladıyıq. Sən 60-70 civarında Seyyid Peyğəmbər övladını öldürmüsən. Deyir, bu sözləri işlədəndən sonra əllərim əsdi. Ondan sonra bu qənaətə gəldim ki, daha mənim kitabım bağlanıb. Daha mənim bağışlanmağa ümidim yoxdur. Şəxs deyir ki, mən bu sözləri İmam Rıza əleyhissalama çatdırdım. İmama bildirdim ki, hadisə belədir və bu şəxsin də qənaəti budur. İmam buyurdu ki, Allahın rəhmətindən ümidsiz olmağın günahı o qatillərdən daha çoxdur. Yəni, biz bu hadisəni oxuyanda bunu başa düşürük ki, hər halımızda Allaha tərəf qayıtmalıyıq. Hər halımızda Allahın